Red Pill'in ikinci mərhələsində özündəki bu ikiləşməni görə bilirsən. Sanki içində bir azad insan var və bir kölə var və onlar arasında dialoq başlayır. İçindəki azad insan içindəki köləni sorğuluyur. Güzgüdə iti dişlərinə baxır və deyir, görəsən bu dişlər nə üçündür? Bəlkə mən düşündüyümdən daha güclüyəm, bəlkə mənim taleyim tamam başqa olmalıdır, bəlkə mən bu sirk cəmiyyətinin, bu klonlar dünyasının bir parçası deyiləm və bu sorğulamadan şirnilikləşməmə mərhələsi də olur. Bu mərhələdə ayıya artıq alqışlar, səhnə, məşqçinin verəcəyi qənd belə maraqlı deyil. Ayı suallar içindədir və sirkdən çıxmaq istəyir, artıq bunu düşünür. Müdir iclasda nəsə danışır, amma sən artıq beynində özünü işdən qovmusan. Artıq bivecilik yaranıb səndə. Cəmiyyət içində paltarına fikir vermirsən, harasa çağırırlar, həvəsin yoxdur, getmirsən, ad günü təbriklərini yazmırsan heç kimə. Qarşına çıxan reklamlar sənə təsir eləmir. Artıq bu sirk, bu illüziya dünyası səni şirnilikləşdirə bilmir. Təkcə yaxşı şey yox, pis şey də sənə təsir etmir. Biri səni tənqid edir, pis fikir bildirir haqqında, amma ona cavab vermirsən. Niyə? Çünki yetərincə əsəbləşə bilmirsən.